2025-ci ildə Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə 2025-ci ildə doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 1721 uşağa verilib. Oğlan adlarında sonraki yerləri Raul 1101, Hüseyin 1164, Əli 1151, Yusif 1100, Miran 855, Ömər 784, Ayxan 737, Tunar 693 və Murad 677 tutur. Ötən il qız uşaqlarına ən çox Melis adı verilib. Bu ad 1200 qıza verilib. Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb 1129, Məryəm 1127, Nilay 1112, Aylin 1095, Zəhra 1066, Ayla 1053, İnci 950, Alisa 946 və Fatimədir 803. Son 5 ildə isə oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq Uğur və Zəhra adları verilib. Bu müddətdə 7387 uşağa Uğur, 5777 qız uşağına Zəhra adı qoyulub. Sonraki yerlərdə oğlanlarda Əli 6125, Hüseyin 5807 və Yusif 5487 qərarlaşıb. Uşaqlara verilən adların siyahısında ilk onluqda qızlarda Məryəm 5277, Zeynəb 5253, Aylin 5087, Nilay 4698 yer alır.